Pulos Həvarinin Timotausa yazdığı ikinci məktub, müqəddəmə. Bu məktub Pulosun vəsiyyəti də hesab oluna bilər. Pulos bu zaman zindanda idi və bilirdi ki, İncilin xoş xəbərini yaymaq ittihamı ilə həyatını başa gətirəcəklər. Ona görə də bu vəsiyyətnamədə Timotausa sifariş edir ki, yalanla saziş etməyib, həmişə həqiqəti vəz etsin. Pulos bu haqda özündən nümunə gətirir ki, necə cürbəcür müşküllər qabağında tab gətirib həqiqətdən əl çəkmədi və indi arxayındır ki, ölüm də onun həqiqi həyatına zəfər qazana bilməz. Fəsil 1. Tanrının iradəsi ilə Məsih İsa'da olan həyatın vədəsinə görə Məsih İsa'nın həvarisi Pulosdan, sevgili oğlum Timotausa, Ata Tanrı və Rəbbimiz Məsih İsa'dan feyz, rəhmət və barış olsun. Gecə gündüz səni dualarımda daim xatırladıqda, Tanrıya şükür edirəm ki, təmiz vicdanla əcdadımın xidmət etdiyi kimi ona xidmət edirəm. Və sənin göz yaşlarını xatırladıqca, səni görməyə həsrət çəkirəm, elə ki, şadlıqdan dolum. Səndə olan xalis imanı yada salıram ki, əvvəlcə sənin böyük anan Luis və anan Yunisdə sakin oldu və əminəm ki, səndə də sakindir. Bu səbəbdən sənə xatırladıram ki, mənim əl qoymağımın vasitəsilə səndə olan Tanrının ətasını təzədən alovlandırasan. Doğrudan da ki, Tanrı bizə qorxu ruhunu yox, qüdrət, məhəbbət və inzibat ruhunu verib. Buna görə Rəbbimizin şəhadətindən utanma, nə də məndən ki, Rəbbin zindanisiyəm. Lakin İncilin əzablarında Tanrının qüdrətinə görə şərik ol. O Tanrı ki, bizə nicat verdi və bizi müqəddəs bir dəvətlə çağırdı. Əməllərimizə görə yox, öz məqsəd və feyzinə görə ki, əzəldən Məsih İsa'da bizə əta olundu. Lakin indi qurtarıcımız Məsih İsa'nın zuhuru ilə aşkar olub ki, ölümü məhv etdi və İncilin vasitəsilə həyat və bəqanı işıqlandırdı. Ki, onun üçün mən bir vaiz, bir həvari və bir müəllim təyin olmuşam. Bu səbəbdən də bu əzabları çəkirəm, amma utanmıram. Çünki kimə inandığımı bilirəm və yəqin gətirmişəm də ki, ona əmanət verdiyimi o günə kimi hifz etməyə qadirdir. Məndən eşitdiklərini Məsih İsa'da olan iman və məhəbbətdə səhih təlimin məhəki kimi saxla. Bizdə sakin olan müqəddəs ruhun vəsiləsi ilə sənə əmanət verilən xəzinəni hifz et. Bu mətləbdən xəbərim var ki, bütün Asiyada olanlar məndən üz döndəriblər və Figelos və Hermogenes də onların arasındadır. Rəbb rəhmətini Onsiforos'un ev əhlinə əta etsin. Çünki dəfələrlə canımı təzələndirdi və mənim zəncirlərimdən də utanmırdı. Amma o, Rumda olan vaxt, cəhdlə məni axtarıb tapdı. Rəbb ona əta etsin ki, o gündə Rəbdən rəhmət tapsın və sən çox yaxşı bilirsən ki, Efesosda nə xidmətlər etdi. Fəsil 2. Buna görə oğlum, Məsih İsa'da olan feyzdə qüvvətli ol. Çox şahidlərin hüzurunda məndən eşitdiyin şeyləri o əmin adamlara tapşır ki, özgələrə öyrətməyə də qadirdirlər. Məsih İsa'nın yaxşı bir əskəri kimi əzablara döz.
Xidmətdə olan heç bir əskər özünü bu həyatın gündəlik məşğuliyyətlərinə qatmaz, elə ki, onu əskərliyə alanı xoşnud etsin. Vərzişkar biri də müsabiqədə caizəni qazanmaz, məgər qanunlara görə rəqabət etmiş olsun. Zəhmət çəkən əkinçi gərək hamıdan əvvəl özü əkindən pay alsın. Dediyimi düşün. Çünki Rəbb hər şeydə sənə fəhm verəcək. Davudun nəslindən olan və ölülərdən dirilən İsa Məsihi xatırla ki, bu mənim xoş xəbərimdir və onun üçün də əzab çəkirəm. Hətta bir cani kimi zəncirlərə bağlanmışam. Amma Tanrının sözü zəncirlərə bağlanmayıb. Bu səbəbdən seçilmiş olanların xatiri üçün bütün bu şeylərə dözürəm, elə ki, əbədi şövkətlə Məsih İsa'da olan nicata yetişsinlər. Bu, etimad etməli bir kəlamdır. Əgər onunla öldük, onunla yaşayarıq da. Əgər tab gətirək, onunla səltənət edəcəyik də. Əgər onu danaq, o da bizi danar. Əgər vəfasız olaq, o vəfalı qalar, çünki özünü dana bilməz. Bu şeyləri onlara xatırla və Tanrının hüzurunda onlara ixtar ver ki, faydasız və eşidənləri xarab edən sözlər barəsində çəkişməsinlər. Cəhd et ki, özünü Tanrıya, utanmağa möhtac olmayan və həqiqətin kəlamını düzlüklə işə salan bir işçi kimi məqbul edəsən. Amma dünyəvi və batil danışandan pərhiz et. Çünki adamı daha çox dinsizliyə çəkər və onların kəlamı qanqarin kimi yaylar. Himnayos və Filtos onlarla anırlar ki, həqiqətdən azıb deyirlər. Ölülərin dirilişi baş verib və bəzilərin imanını azdırırlar. Lakin hələ də Tanrının möhkəm bünövrəsi durur və üstündə bu möhür var. Rəbb özününkü olanları tanıyır. Və Rəbbin adını çağıran hər kəs gərək özünü pislikdən uzaq saxlasın. Böyük bir evdə ancaq qızıl və ya gümüş qablar yoxdur. Taxtadan və palçıqdan olan qablar da var. Bəziləri hörmət etmək üçün, bəziləri hörmətsiz etmək üçün. Beləcə, əgər kimsə özünü bunlardan təmiz etsə, hörmətli bir qab olacaq. Təqvis olunmuş, ağasına faydalı və hər yaxşı işə hazır. Zamanlıq şəhvətlərindən qaç və Rəbbi təmiz ürəklə çağıranlarla salihlik, iman, məhəbbət və barış dalınca get. Ağılsızlıq və cahillikdən çıxan sözləri rədd et və bil ki, onlar dava qaldırarlar. Özünü Rəbbə qul edən davakar biri olmaz. Hamıya mehriban olar, təlim verə bilər. Səhv işlər görüləndə səbirli olar. Zidd duranları həlimliklə islah edər, elə ki, bəlkə Tanrı onları tövbəyə çəksin və həqiqəti anlasınlar və ağılları başlarına gəlsin və iblisin torundan ki, onları öz iradəsini yerinə yetirmək üçün əsir saxlayıb qaçsınlar. Fəsil 3. Lakin bunu bil ki, axır günlərdə çətin zamanlar gələcək. Çünki insanlar özlərini sevən, pulpərəst, lafçı, kibirli, söyən, valideynlərə namüti, nasipas, napak, sevməyən, barışmayan, qeybətçi, pərhissiz, mürüvvətsiz, yaxşılıqdan nifrət edən, höqqəbaz, mülahizə etməyən, təkəbbürlü, əyyaşlığı Tanrıdan daha çox sevən, dindarlığın zahirini saxlayan, amma onun qüvvətini danan olacaqlar. Belə adamlardan özünü uzaq saxla. Çünki bunların arasında o adamlar da var ki, evlərə girib cürbəcür həvəslərin dalınca qaçan və günah yükünün altında olan zəif arvadları əsir edirlər. Onları ki, daim öyrənirlər, lakin heç vaxt həqiqəti anlaya bilmirlər.
Yannis və Yəmbəris necə Musaya zidd durdular, bu adamlar da həqiqətə zidd dururlar ki, ağılda fasid, imanda da mərduddurlar. Amma bundan artıq tərəqqi etməyəcəklər. Çünki onların axmaqlığı hamıya aydın olacaq. Necə ki, Yannis və Yəmbərisin axmaqlığı oldu. Amma sən mənim təlimimi, rəftarımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, təhəmmülümü, işkəncələrimi və əzablarımı yaxından görübsən. Əntakiyyədə, İqoniyyədə və Listrədə başıma gələnlər kimidir? Nə işkəncələr başıma gəldi və necə Rəbb onların hamısından məni qurtardı. Doğrudan da Məsih İsa'da dindarlıqla yaşamaq istəyən bütün adamlar əzab çəkəcəklər. Lakin pis və hökkəbaz adamlar aldadıb aldanmaqla pislikdə tərəqqi edəcəklər. Amma sən öyrəndiyin və yəqin tapdığın şeylərdə davam et. Çünki bilirsən ki, kimdən öyrəndin. Və uşaqlığından da müqəddəs yazıları bilibsən ki, qadirdirlər sənə hikmət versinlər və səni iman vasitəsilə Məsih İsa'da olan nicata çatdırsınlar. Bütün müqəddəs yazılar Tanrının ilhamlamasıdır və təlim, tövbih, yola gətirmək və salihlikdə tərbiyə tapmaq üçün faydalıdır. Elə ki, Tanrının adamı kamil və hər yaxşı iş üçün təchiz olsun. Fəsil 4. Tanrı və Məsih İsa'nın hüzurunda ki, ölülər və diriləri mühakimə edəcək, səni onun zuhur və padişahlığına and verirəm. Kəlamı vəz et. Vaxt be vaxt hazır ol. Böyük səbr və nəsihətlə islah et, tövbih et, təşviq et. Çünki elə bir zaman gələcək ki, onlar artıq səhih təlimə dözməyəcəklər. Lakin qulaqları qaşınaraq, öz həvəslərinə mütabiq müəllimlər yığacaqlar. Və qulaqlarını həqiqətdən döndərib, əfsanələrə üz gətirəcəklər. Lakin sən hər şeydə ayıq ol, çətinliyə döz. Bir mübəşşirin işini gör, xidmətini yerinə yetir. Çünki mən artıq içmə qurbanı kimi tökülmüşəm və mənim rehlət zamanım yetişib. Yaxşı savaşı savaşmışam, dövrü axırına yetirmişəm, imanı hifz etmişəm. Gələcəkdə mənim üçün salihlik tacı hazırlanıb ki, Rəbb o salih davər, o gündə onu mənə caizə verəcək. Ancaq tək mənə yox, onun zuhurunu sevən hamıya. Çalış ki, mənim yanıma tez gələsən. Çünki Dimas bu hazır dünyanın sevgisi üçün məni tərk edib və Tesalonikə gedib. Kersines Qalatiyaya, Titos da Dalmatiyaya gedib. Ancaq Luqa yanımdadır. Mərqosu götür və özünlə gətir. Çünki mənə xidmət üçün faydalıdır. Tixikosu Efesusa göndərmişəm. Gələndə Teroasda Kresposun yanında qoyduğum rədanı, kitabları, xüsusən də tumarları gətir. Miskər İskəndər mənə çox yamanlıq etdi. Rəbb ona əməllərinə görə əvəz verəcəkdir. Şəxsən ondan müvazib ol. Çünki bizim təlimə şiddətlə zidd durdu. Birinci difamda heç kəs mənə arxa olmadı. Hamı məni tərk etdi. Olsun ki, bu onların ziddinə sayılmasın. Lakin Rəbb mənimlə durub mənə qüvvət verdi. Elə ki, mənim vasitəmlə İncilin elanı kamil bir şəkildə yerinə yetişsin və bütün qeyri-yəhudilər onu eşitsinlər. Və mən aslanın ağzından qurtuldum. Rəbb məni hər pis əməldən qurtarıb, əmin amanlıqda öz göydəki padişahlığına gətirəcək. Ona
əzəldən əbədəcək şövkət olsun. Amin. Priska və Akilaya və Onsiforos'un ev əhlinə salam yedir. Erastos Qorintdə qaldı. Lakin Terofimosu Militosda naxoş buraxdı. Çalış ki, qışdan qabaq gələsən. Yobolos sənə salam göndərir. Həm də Pudens, Linos, Klodiya və bütün qardaşlar. Rəbb sənin ruhunla olsun. Feyz sizinlə olsun.